Ölüm müsibət deyil, ölüm keyfin başlanğıcı. Biz niyə müsibət kimi görünür? Bizim zehnimizi nə xarab edir? Qalanlar üçün müsibətdir, başa düşürsünüz? Qalanlar ki bundan ayrılır, ağlayır, biri saçın yolur, biri neyinir. Bizim də təsəvvürümüzdə var ki bu müsibətdir. O gedən üçün müsibət deyil, gedən üçün xoşluqdur. Əgər başa düşübsə ara gedir. Biz də onu başa salmağa çalışırıq ki, başa düşsək ora gedirik, hamımız xoşluqla qəşəng köçərik bu dünyadan. Çünki qalanlar da biraz ağlayar eləyər, sonra yaddan çıxacaq da. Bu Mövsin qiraəti var, deyirdi, mən bu qədər məşhuram, filanlarla, belə göstərirlər, ayağıma dururlar. Məşhur bir ruhanətlər danış edir. Deyir, mən öləndə üç səs çıxardacaqam ha. Deyəcək, filan kəs öldü, bir deyəcək, 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 üç dənə səsdən ibarətəm. Öyle də həqiqətən. Deyir, filan kəs öldü. Bizim üçün də var, mənim üçün də var. Güneşləcək, deyir, dardıcaq. Təəssüf hissi qalanlara aiddir. Qalanlara aid. Gedənlər, belə deyək, getmək üzü müsibət deyil, qalmaq üzü müsibət deyil. Ölüm bizə müsibətlə beynimizdə eyniləşir.